Ramiz Mehdiyev yaxşı tanıyırəm. Bu şər dağacığıdır. Bu şeytan əqidəsinə qulluq eləyən insandır. Bunu satqınlıq kimi qələmə verirlər, amma bu satqınlıq deyil. O gəlib ağlayıb mənim yanımda ona kömək eləmişəm. O məsələni Heydər Əliyevə deyəndən sonra Ramiz Mehdiyev məndən düşmən kəsdi. Prezidentə deyə bilərəm. O bir dəfə mənə xahiş edib ki, Kürəkəni İlham adında bir oğlan var. Bunu güllələməyəsə, buna niyə mən möhlət verməliyəm? Siz bir neçə dəfə Ziya Məmmədovu 5 illik, 10 illik, 15 illik həbslərdən də xilas eləmişsiniz. Zakir Qaralov qovulmuşdum, onu mən getdim, bərpa elədim. O qədər Ermənistanlılar tanıyıram ki, Ziya Məmmədovun təşəbbüsündən professor olub, akademik olub, dövlət mükafatları alıbdır. O mənim kişiliyim, o da onun kişiliyi. İmkan vermədi oğlum işləməyə. Qeyri-qanuni işlər tapşırırdı ona. Əlbət ki var, amma kimliyini mən deməyəcəm. Əlim, bayaqdan Allaha tapşırmaqdan danışırsınız. Ümumiyyətlə Allaha tapşırdığınız insanlar çoxdurmu?